Masturbasiya etmək kişilərdə cinsi zəiflik, bel quruluğu, həmçinin arıqlama və ya sperma keyfiyyətinin azalması və ya sonsuzluq yaradır kimi yanlış fikirlər gənclər və kişilər arasında gəzməkdədir, dolaşmaqdadır və bu kimi çaşqın fikirlər insanlarda müxtəlif suallar yaradır. Əziz dostlar, masturbasiya etməyin bu sadaladığımız faktorlarla heç bir əlaqəsi yoxdur və demək olar ki, bu dediyimiz faktorların hamısı mif və yalandır. Masturbasiya etmək cinsi zəiflik və ya sperma keyfiyyətini aşağı salacaq və ya sonsuzluq yaradacaq kimi deyilən fikirlərin heç bir elmi əsası yoxdur. Ümumiyyətlə, masturbasiya edərkən əgər siz bir haldan başqa, məsələn, travmatik masturbasiya etmirsinizsə, yəni masturbasiya edər zaman cinsi orqana və ya digər cinsi orqanlara, xəyallara, dəriyə və s. travma vermirsinizsə, zədə vermirsinizsə, o zaman masturbasiyanın digər heç bir orqanik zərəri yoxdur. Həmçinin digər səbəbdən masturbasiya etmək kişi cinsi sistemində ola biləcək və ya yarana biləcək durğunluğun aradan qaldırır və cinsi sistemdə prostat vəzi və toxum hissəciklərdə yığılmış spermanın xaric olmasına kömək edir. Həmçinin oradakı şirə ifrazının durğunluğunu və venoz durğunluğu aradan qaldırır. Ona görə orta yaşlı bir kişi və ya gənc həftədə 2-3 dəfə masturbasiya edərsə, bu heç bir ciddi problem yaranmayacaq. Masturbasiya etmə zamanı əsas problem kişilərdə masturbasiyadan psixoloji asılılıqdır. Məsələn, əgər uzun müddət bir kişi ancaq masturbasiya edirsə və bunu etmədən qala bilmirsə və ya bundan psixoloji asılıdırsa, əsl zərər budur. Yəni, masturbasiyanın zərəri psixoloji ola bilər və ya olmaya bilər. Ona görə psixoloji asılılıq yoxdursa, masturbasiyanın əlavə heç bir zərəri yoxdur. Və bu tip yanlış fikirlərlə öz beyninizi çaşdırmayın.